ixtisas uşaqları var idi. Çox gözəl, hər zaman deyirəm, belə tədbirlərdə rus bölməsinin şagirdlərindən istifadə edirsiniz. Bu çox yaxşıdır. Və mən uşaqlara baxa-baxa eyni zamanda Ulu Öndər Heydər Əliyevin kəlamını oxuyurdum ki, alimlər deyib, əgər bir xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al, neyini əlindən alırsan al, o məhv olmayacaq, amma dilini əlindən alarsan, o məhv olacaq. Çünki dil bir millətin, bir xalqın mənəviyyatıdır və bu tarixin ortaya qoyduğu bir həqiqətdir. Eyni zamanda yazma bir başqa bir oxuduğum əhvalat düşdü, daha doğrusu unudulmaz Şəhriyarla bağlı bir məsələ düşdü. Şəhriyar bir gün oturur evində, Şərafəttin əmin daha yaxşı edirlər. Bir gün gəlir evə ki, anası çox biçəkdir və soruşur ki, niyə biçəksən? Deyir ki, sən yazdın, mən sənin ananam, amma mən sənin yazdığın heç bir əsərləri oxuya bilmirəm. Fars dilində yazdım. Ona görə o anasına söz verir ki, mən Azərbaycan dilində bir əsər yaradacam və bu məşhur Heydər Babaya salam əsəri olur ki, dildən dilə keçir və Mutaylı Azərbaycanın sanki ortaq bir hədis, ortaq bir dastanı deyək buna bir milli mənəvi varlıqdır. Ona görə də bəli, bütün aqilləri demək olar eyni fikir ətrafında birləşir ki, öz dilini bilməyən bir millət məhvə məhkumdur. Ona görə də 21 fevral beynəlxalq ana dili günüdür. Bu tək bizim ölkəyə, bizim dilimizə aid deyil, dünyanın bir çox dövlətləri tərəfindən keçirilən bir tədbirdir. Və biz də buradan özümüzə düşən payı götürürük və dilimizin varlığına, dilimizin qorunub saxlanılmasına çalışırıq. Çünki biz bir zamanlar dünyadan göçəcəyik, amma bu dil yaşayacaq. Necə ki, bu dili bizə ata-babalarımız miras qoyub, biz də özümüzdən sonraki nəslə bunu miras qoymalıyıq. Ona görə də bəli, çox dil bilmək bu günümüzdə xüsusilə vacibdir. Mən sizin hamınıza tövsiyə edirəm, müxtəlif dillər öyrənin. Amma bir şərtlə ki, ana dilimizi mütləq və mütləq bilmək şərti ilə. Çalışdım, evinizdə valideynlərinizlə Azərbaycan dilində ünsiyyət qurun. Çünki zaten sizin ananızın dilidir. Ana ilə bala arasında ən gözəl ünsiyyət Azərbaycan dilində alınır. Əziz uşaqlar, sizə təşəkkür edirəm. Hanfərdi sizə. Siz Rus bölməsində təhsil alsanız da öhdəsindən gəldiniz və düşünürəm ki, sizdə həm də inam yaradır ki, siz Azərbaycan dilində fikirlərinizi rahat ifadə edə bilirsiniz. Və mən müəllimlərə təşəkkür edirəm. Azərbaycan dili katedrasının müəllimlərinə, başda İlqarə müəllimə olmaqla, tüm hər bir müəllimlər, Sevgi müəllimə, Gəlilmərə müəllimə, Xəyala müəllimə, Ayda müəllimə, Məhəbbət müəllimə, Nailə müəllimə və digər tüm Aygün müəllimə buradadır. Hamınıza təşəkkür edirəm. Bilirəm ki, hamınızın az da olsa əməyi olur müəyyən qədər. Buna görə var olun ki, Azərbaycan dilimizin keşiyində, öz miqyasımızda, öz çərçivəmizdə dura bilirik. Buna görə təşəkkür edirəm sizə. Və bugün məktəbimizin, tədbirimizin eyni zamanda qonağı var. Bu, Azərbaycan Respublikası təhsil işçilərinin Konfederasiyasının Nizami Rayon Təşkilatının sədri Suhud müəllim və eyni zamanda şair Şərafəttin İlkin və Eldar müəllim də bizim əzizimiz buradadır. Və mən istəyirəm ki, sözü verəm sizə Suhud müəllim.